Nurlan Libre çox fədakar oğlandı və digər jurnalistlərimizin hər biri. Məsələn, Vaqif qızı, Sevinç Vaqif qızı xaricdə olurlar, durdu gəldi ki, yox, tutun mən, evi yoxdur, mən dostlarımın ayrı durmaq istəmirəm. Bu özü böyük qəhrəmanlıqdır, heç kimsə eləməz. Şəxsən mən eləmərəm bunu. Mən eləmərəm, niyə? Çünki bilə-bilə ki, mən ora geçsəm, məni həbs edəcəklər. Mən eləmərəm onu. Niyə? Çünki mən azadlıqda olsam daha çox fayda verir, mənki içərdə. Amma Sevinç elə düşündü ki, içərdə dostlarından bir yerdə olmalıdır. O da onun fədakarlığı, o da onun qəhrəmanlığıdır. Və mən o qəhrəmanlıq qarşısında baş əyirəm. Sənin fikirlərin bundan bağlı istəyirəm, soruşam Rüstəm. Sənin dostların herhalde, bizim dostlarımızdanmısın. Buyur. Deməli, elə bu gün Nurlan Libre'nin, jurnalist Nurlan Libre'nin hansı ki, keçən ilin fevral ayının 21-də səhv eləmirəmsə, onu da həbs edildilər və Meydan TV işi üzrə həbs olunan jurnalistlərdən biri oldu. Bugün onda məhkəməsi keçirildi. O artıq 21 gündür ki, acılıq aksiyası keçirilir və acılıq aksiyasında tələb bundan ibarətdir ki, azadlığa buraxılsın və yalnız özü yox, bütün Meydan TV'nin jurnalistlərinin azadlığa buraxılması tələbi ilə artıq 3 həftədir ki, acılıq aksiyasındadır. Bu yaxınlarda onu, deməli, belə bir məsələsi oldu ki, məhkəməyə gətiriləndə onun əlini qandallamışdılar və ona səhv etməmsə su vermək, məsələn, su içmək haqqı təbii ki, heç bir insanın heç vaxt məhdudlaşdıra bilməz. Bir insan suya ehtiyac varsa, həmişə əlçatan olmalıdır. Demək, ona su verməmişdilər, ya da təxminən belə bir hadisə idi. Buna etiraz elədi. Ondan sonra onu əllərini qandallayıb çox pis zorakılıq göstərdilər, fiziki zorakılıq göstərdilər və onu çox pis döydülər. Həmin hadisədən prokurorluğa şikayət verdi. Prokurorluq dedi ki, uydurmadır, belə bir şey baş verməyib. Ona görə də Nurlan Libre həmin hadisələrdən sonra azadlıq aksiyasına başladı və indi azadlığa buraxılmasını tələb edir. Bununla da 21 gündür ki, azadlıq aksiyası keçirilir. Bugün məhkəməsi keçirildi onun da. Elə biz də bugün dostlar vasitəsilə öyrəndik və ona da xəbər göndərmişdik ki, mümkünsə azadlıq aksiyasını dayandırsın. Çünki biz keçən nümunələrdən də görmüşük ki, hazırda azadlıq aksiyaları hökumət qarşısında həbsdən azadlığı buraxdıracaq səviyyədə təzyiq yarada bilmir və yalnız bizim dostlarımıza onsuz da həbs olunmuş və onsuz da azadlıqlara məhdudlaşdırılmış, ən müxtəlif formada psixoloji, fiziki zorakılıqlara, məhdudiyyətlərə məruz qalan dostlarımıza yalnız ziyan verir, onların sağlamlığına təsir edir. Bu cəhətdən biz də dostumuz Nurlana müraciət göndərmişdik ki, azadlığı dayandırsın mümkündürsə. Ümid edirəm ki, ya tələbi müvəffəq olar və Nurlan tezliklə azadlığı buraxılar və digər Meydan TV jurnalistləri də, yaxud da ümid edirəm ki, azadlıq aksiyası onun sağlamlığına böyük ziyan verməyəcək. Bundan əlavə, dünən Bəhruz Səmədovun, siyasi məhbus Bəhruz Səmədovun məhkəməsi keçirildi. Məhkəmə bundan ibarət idi ki, o saxlanıldığı Bakı İstintaq Təcridxanasından Bakı şəhərinin ucqarında yerləşən, Qaradağ rayonunda yerləşən Umbaki həbsxanasına göndəriləcəkdi. Umbaki həbsxanasına göndərilməsi də o deməkdir ki, onun deməli yalnız bir yaxın qohumu həyatdadır. O da 83 yaşlı nənəsidir. Bundan başqa onun nə anası var, nə atası var. Və 83 yaşlı nənəsinin hər dəfə onsuz da məhkəməyə gətirilməsi, onunla görüş üçün həbsxanaya gəlməsi müəyyən çətinliklər yaradırdı və bizim dostlarımız əsasən kömək edirdilər, yaxud vəkil kömək edirdi ki, onun nənəsi öz nəvəsi ilə Bəhruz Səmədovla görüşə bilsin. Amma indi Bəhruz Səmədovun Umbakiyə köçürülməsi o deməkdir ki, bu demək olar ki, fiziki cəhətdən ya çox çətin olacaq, ya da mümkünsüz hala gələcək. Yəni, onun 83 yaşlı nənəsinə əlavə fiziki əziyyət yaradacaq. Bundan da əlavə vəkilin də tez-tez Bəhruzla görüşməsi çətinləşəcək. Həm də Umbaki əslində yəni ictimaiyyətə bilindiyi qədərilə ağır cinayətkarların, ağır cinayətlərə törətmiş və cəmiyyətdən xüsusi formada təcrid olunan cinayətkarların göndərildiyi bir həbsxanadır. Bəhruzun da indi oraya göndərilməsi ilə bağlı biz narahatıq ki, həm orada şərait kifayət qədər pisdir, həm məhbusların, məhkumların sağlamlığını təmin olması ilə bağlı, həm də ümumi saxlanma şəraiti kifayət qədər yaxşı deyil. Bu cəhətdən biz Bəhruz Səmədov üçün də narahatıq. Dünən məhkəmə keçirildi. Məhkəmə bundan ibarət idi ki, vəkil müraciət eləmişdi ki, bu köçürülmə prosesi dayandırılsın. Ancaq hakim vəkilin vəsatətini rədd elədi, təmin eləmədi və Bəhruz köçürüldü Umbaki həbsxanasına. Ümid edirəm ki, Bəhruz da tezliklə azadlığa çıxar, yaxud da azadlığa çıxmırsa belə tezliklə ən azından onun həbsxana şəraiti insani şəraitlər daxilində olar. Yəni, biz bilirik ki, Azərbaycanda ümumiyyətlə məhbusların saxlanma şəraiti, həm siyasi, həm qeyri-siyasi məhbusların saxlanma şəraiti həmişə Azərbaycanın tərəf olduğu beynəlxalq müqavilələrin tələb etdiyi şərtlərə uyğun olmur. Əksəriyyətlə bizdə həbsxanalar həm
həddindən artıq dolu olurlar və bəzən eyni kamerada bir neçə, yəni 4 nəfər üçün nəzərdə tutulan bir kamerada 6-7 məhbus qalır və bundan əlavə gigiyena şərtləri, bundan əlavə qidalanma şərtləri Azərbaycanın götürdüyü öhdəliklərə uyğun olmur, hansı ki, beynəlxalq müqavilələr vasitəsilə Azərbaycan bəzi öhdəliklər götürüb məhbusların saxlanması ilə bağlı. Yəni buna görə də biz həm də həbs olan dostlarımızın həm azadlıqdan məhrum olmasına görə narahat olmaq oluruq, həm də onların hansı şəraitdə azadlıqdan məhrum olmasına görə. Yəni həqiqətən bu cəhətdən dəhşətdir ki, Azərbaycan dövləti yalnız jurnalistləri həbs etmir, yalnız aktivistləri həbs etmir, həm də onların həbsdəki şəraitlərini belə əlindən gəldiyincə çətinləşdirməyə çalışır. Məsələn, Abdas Medianın jurnalistlərində də biz gördük ki, qadın jurnalistləri göndərdilər Lənkərana. Onlar daha əvvəl Bakıda idilər, amma indi Lənkəran həbsxanasında saxlanılırlar. Yəni bunun da əlavə əziyyət yaratmaqdan, onlara əlavə işgəncə, psixoloji işgəncə verməkdən başqa heç bir mənası yoxdur. Yalnız onların ailə üzvləri ilə görüş imkanlarını çətinləşdirirlər, yalnız onların vəkilləri ilə mütəmadi görüş imkanlarını çətinləşdirirlər və bundan da əlavə olaraq biz eşidirik ki, Lənkəran həbsxanasında onlara qarşı xüsusi qəddarlıqla yanaşır, xüsusi onlara qarşı çətinliklər yaradılır və hazırda onlar bir növ xüsusi cəza kamerasında saxlanılırlar. Hansı ki, insan haqlarına tamamilə ziddir, heç bir formada insan ləyaqətinə yaraşmayan şəraitdə saxlanılırlar. Yəni biz ümid edirik ki, və elə buradan da bir daha nə qədər sözümüzün nə qədər effektiv olacaqsa bilmirəm, amma tələb edirik ki, tezliklə dostlarımız azadlığa buraxılsın. Azadlığa buraxılmazdan əvvəl də ən azından həbsxanada şərtləri insan ləyaqətinə uyğun, Azərbaycanın bir dövlət kimi götürdüyü hüquq öhdəliklərə uyğun formada onlara qarşı davranılsın.